Московодна, все равно добудем. Мы ее с морского дна, мы ее с морского дна, все равно добудем. En 1945, suite au conflit avec l'Allemagne nazie, l'Union soviétique n'a presque plus de pétrole. Le pays doit trouver de nouveaux gisements, n'importe où, coûte que coûte. Au milieu de la mer Caspienne, dans un secteur peu profond, des rochers noirs à la surface de l'eau intriguent les géologues. En dessous, ils découvrent un immense gisement pétrolier. Joseph Staline engage alors l'URSS dans un projet fou, construire une cité pétrolière en mer, la toute première au monde. « 60 ans plus tard, les rochers noirs ont disparu, mais le site porte encore leur nom, Nef Dashlari, littéralement les pierres de pétrole. 2000 puits de forage, 300 km de pont au beau milieu de la mer. La cité du pétrole n'est pas seulement la plus ancienne ville pétrolière du monde, c'est aussi la plus grande jamais construite en mer. Un site tout à la démesure de l'Union soviétique et qui lui a survécu. Un monde tentaculaire, isolé de tout, à 6 heures de bateau de la rive. Bunları saxla, indi mən hamısını işi izah edəcəm. Basa bas saldı, yavaş yavaş. Əvvəllər olurdu, lap bütün estakadalar yol olanda 320 kilo ümumi sahə. Amma indi o yolların hamısı qaldı. O vaxt mən elə bilirəm, buranın tikəndə o heç kim onun fərqinə varmırdı ki, bu dəmir bahadır, bu xolaq bahadır. Onda lazımdır ki, bura tikilsin. Əsas o lazım. Ona görə də onun elə bilirəm, nə qədər baha olsa da ona heç kim baxmır. Onu tikmək lazımdırsa tikil. Ağlıma gətirə bilməzdim ki, mən belə bir yerdə gedib işləyərəm. Birinci dəfə. Bir neçə vaxt demək olar ki, mən hər vaxt bura gələndə təəccüb elə özüm, həqiqətən mən burada işləyəm. Allah sənin ağlına dəmir onda deşik tutulur. Давай, тетя. Давай, да.
Yəni bunun çətin prosesləri, texniki vəziyyətləri də var. Amma burada texniki vəziyyət baxın da, burada alınan işlər alınmır ona görə də. Neftli olmasa ona əziyyət çəkməzdilər ki. Neftlidir ha. Təmiz neftdir bu, 100% demək olar. Suyu zadı azdır. Yaxşı süd verən inəyin qocası cavanı olmaz. Bax, bu da elədir. Yaxşı nefti var. Elə dərin deyil, amma yaxşı nefti var. Ona görə də görmüsən əlləşirik, ölürük. Aujourd'hui encore, la Cité du Pétrole est une zone strictement interdite d'accès, gardée en permanence par la Marine nationale. L'Azerbaïdjan, qui a hérité du site en 1991, souhaite rester le plus discret possible quant aux nombreuses fuites de brut. Ce décor est en pleine contradiction avec l'image d'un pays moderne qu'il souhaite projeter sur la scène internationale. Bu maşın 80-ci illərdə öz hərəkəti ilə bura meydançaya gəlmişdir. Bu meydançaların da əvvəlki müddətlər ərzində, yəni buradan bu yollar ki, əvvəl var idi, bu da dəniz şəraitində olan güclü küləklərin təsirindən, fırtınaların təsirindən bu hal-hazırda görsənən bir yol var idi ki, qırılıb getmişdir fırtınalar zamanı. Biz özümüz də növbənin dəyişilən zaman həmən bu estakadalar vasitəsilə gəlib gedirdik. Hal-hazırda növbənin dəyişmə zamanı gəmilərdən istifadə edirik. Havanın şəraitini normal olan hallarda növbəni gəmilər vasitəsilə dəyişdiririk. Вот эту эстакаду мы форсировали, что ни сутки, то пролет. У нас такой был этот самый девиз, что ни сутки, то пролет. Мы за сутки пролет давали. День и ночь работали под руководством этого правительства СССР. 7 ноября 1949 года первая буровая в открытом море дала нефть. Представляете, рабочие, в каком они были состоянии?
Мы на грани смерти были, на грани смерти. Мы выполняли работу. Здесь сейчас рай. А тогда мы ездили на попутных катерах, на этих отдельных основаниях, когда построили элебели, рыболовецкие судна. Мы все в саже были, грязные. Приезжали, выполняли эту работу. В 1951 году на нефтяных камнях начали строить необычную надводную дорогу. Строительно-монтажный кран новой конструкции – морской путеукладчик. Морское шоссе – так назвали эстакаду, которая позволяет в любую погоду добраться к самым отдаленным вышкам. Я работала инструктором, секретарем райкома комсомола при аппарате райкома партии. Потом видели мою активность в работе, меня перевели инструктором райкома партии. И когда создались нефтяные камни в 1949 году, секретарь райкома вызвал одного инструктора, другого инструктора, третьего инструктора. Иди на нефтяные камни, пойдешь, вот я тебя посылаю. Он говорит, убей меня, на нефтяные я не пойду работать. Родственника своего послал, он вот такими слезами плакал, я на море работать не буду. Он говорит, что мне с вами делать? Мужики не идут, что, женщин надо посылать? Он меня вызвал и говорит, Клава Ханым, ты вообще как? Можешь на отдельном где-то другом месте работать? Я говорю, куда меня партия пошлет, туда я и пойду. Покорители моря седого, мы живем на высокой волне. Наша служба трудна и сурова. А здесь были одни тюремщики. Здесь были на нефтяных камнях одни тюремщики. Не забуду мать родную. Наколки кругом, змеи, на спину. Ой, ужас, страшно, здоровые. Все здоровые такие. Но от этого честное слово прибавляется сильным конем. Покорители моря седого ищут солнце в морской глубине. Bu şəkil çəkilib 1960-cı ildə. O müddət vaxtında mən burada sahə rəisi işləyirdim. Demək, Xruşşov gəlmişdi briqadaya. Mən bu buradayım. Bu mənim şəkil. Les déplacements de Nikita Khrouchtchev au chevet des travailleurs sont plutôt rares. Sa présence sur les pierres de pétrole constitue la consécration suprême. Le site est devenu une vitrine grandiose de l'URSS, le symbole de son avancée technologique sur l'Occident. Khrouchtchev ne restera que quelques heures, l'illusion, elle, persistera longtemps. Burada hər plaşatka, hər estefad mənə tanışdı. Hələ bir öz övladım kimi baxıyorum.
Həmin gün belə idi də, dalğanın hündür o qədər hündürdür ki, dalğa estakadın üstünə çıxırdı. Su estakadın üstü ilə gezirdi. 57-ci ildə bir neçə estakad, bir neçə platforma yıxıldı və çoxlu miqdarda estakadalar sındı dağıldı. O quyular da hamısı qabaq fontan üsulunu işlədiyinə görə bütün quyular dənizə axırdı, neft dənizə axırdı. Biz başladıq bunların üstü ilə o sahildən bu sahilə keçməyə. Orada da keçəndə amortizir ötəlirdi, belə titriyirdi ortada. Biz dayanırdıq, titrəmə dayanandan sonra başlayırdı getməyə. Cəmi 5-6 nəfər idi, çox adam yox idi. Açarları zadı belimizdə götürdük hamısını. Keçdik bu tərəfə və bütün o dənizə işləyən quyuları bağladıq ki, dəniz çirklənməsin. İnsan bəzən də aciz qalır. Olub, hə, olub, sözsüz olub. Sayın mən demək istəməzdim, olub, çoxlu olub. أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله جلال والإكرام أشهد أن محمدا رسول الله صلى الله عليه وسلم أشهد أن محمدا Rasulullah. Ustadlar, biz qanlı dəryanın ortasındayıq. Burada olunan ibadətlə qıraqda olunan, yəni o dediyimiz ki, Bakı şəhəri, rayonlar arasında olunan ibadətə böyük fəziləti var. Burada çoxlu zəhmətkeş insanlar həyat fəaliyyətini dayandırır, böyük tufanlar, böyük hadisələrlə əlaqədar. Baxmayaraq, biz də burada hər vaxt ibadət eləyəndə və onların ruhları üçün dualar edirik. Ki, bizdən sonra da gələnlər bu bizim terimi, həmin dediyimiz bu kəlamları yaddan çıxartmasın. Я называюсь оператор по сбору газа. Но я здесь работаю уже 20 лет. Я закончила Московский энергетический институт. Вот. Но здесь не было работы по специальности, я работаю оператором. Я случайно попала. Как я сюда работала в городе, и платили там не так много. Я сказала, а где можно заработать?
Мне сказали, только в море. Я пришла сюда, чтобы побольше получать. Добрый вечер. Завтра хорошая погода будет, дорогая. 12-14 будет, хорошо. Наверное, домой поедете. Bu da bizim hidrometeoroloji istansiyamızdır. Hansı ki bütün bu neft daşlarına xidmət edir. Yeganə stansiyadır burada. Çünki neftçilərin hamısı bizdən soruşur havanı. Gündə hər saat və saat soruşur ki, gəmi olacaqmı, hava necədir, biz də deyirik. Hansı ki, bütün hamıya deməli deyilik, biz ayrı-ayrı təşkilatlara deməliyik, məlumatı verməliyik. Ancaq biz özümüz insanlıq eləyirik, veririk də məlumatdır. Deyirik, cəmaatın qəlbini qırmırıq. Ona görə də onlar bizə təşəkkür eləyir, əlbəttə eləyir. Boş. Da. Var. Ona değmez. Sağ var. Ha, bas. Alsın. Ha, 2 tane kurcuk vardı, o da ha. Kaka. «20 лет назад я сюда приехала из Сибири, из города Улан-Удэ. Ну, там сильно холодно, здесь хороший климат. Растет здесь все хорошо, субтропический климат. Мы попросили, нам привезли земли, чтобы у нас было красиво, здесь росли цветы, как на берегу. Ну, и мы посадили, они растут, как на берегу. Море я не боюсь. Море это, ну, здесь, во-первых, свежий воздух, тишина, вот, машин нет, как в городе.
Когда в город я приезжаю, я не могу дорогу перейти в первый день. Я за жителей городских цепляюсь. А тут мы расслабленно себя ведем. Тут не надо заботиться, что какой тебе там номер автобуса надо или что. Машина подходит одна, своя. Нас забирает, мы едем в общежитие. Здесь не надо ни о чем заботиться, только о работе, чтобы ты хорошо выполнял обязанности. Остальное все тебе сделают. Вот я здесь живу, это наша комната. Мы живем втроем временно, так живем по двое. Ну, рядом тоже живут. Громко я не могу говорить, они еще отдыхают. Все есть. Библиотека есть, столовая есть, пекарня есть, что еще, прачечная есть. И все хватает. Клуб есть, телевизор, все, телевидение, все. Только скажи и сделают. Все есть. Мы живем в ногу с современностью, с цивилизацией. Pour parfaire l'image d'une ville ordinaire, des centaines de milliers de mètres cubes de terre ont été amenés par bateau dans les années 70. De quoi construire un centre-ville en dur, avec son parc, un palais de la culture de 500 places et même une usine de limonade. Cette terre a surtout servi comme fondation pour ériger des barres d'immeubles de 5 voire de 9 étages, dont le plus grand est réservé aux femmes à l'abri des regards masculins. Quelques 2500 ouvriers et ouvrières habitent actuellement sur le site. Ты тут поставил себе баррикаду от комаров. Да. Ее невозможно. Комары, да, комары вообще. Да. Есть один комары, обязательно меня найдет. Некоторые любят внизу, чтобы поближе. А некоторые любят на высоте, чтобы вид красивый был. Комаров поменьше наверху. И по суше. Некоторые загорают на балконах, чтобы снизу не видно было. Depuis 60 ans, le décor n'a guère changé, et les gestes non plus d'ailleurs. Par contre, l'esprit d'une cité radieuse, chère aux soviétiques, semble avoir disparu. Cet esprit, on le retrouve encore dans les films de propagande, où le bien-être des travailleurs était censé primer sur tout. Все здесь подчинено одной цели – обеспечить людям хороший отдых после трудной вахты.
этим нефтяником едут артисты Большого театра Союза СССР. Артистов здесь ждет не бархат портера, не позолота ложь, открытое море, открытое небо. И какие же благодарные зрители! Как бомба разрывает, и как бомба разрывает, приветався, потрясай, приветався, потрясай. Уже 60 лет вот я работаю здесь. Нефть Дашлары – это мой взлет и мое падение. Были у меня и падения, были и взлеты. Я ее и не выбирала. Она сама ко мне пришла, эта работа. Благодаря того, что мне надо было спасать семью отца. Семью отца надо было спасать. Не было ни ветер, ни огонь, ни вода. Это было для меня один прыжок. Все. Я должна была спасать семью отца. И должна была... И я свой долг выполнила. Я свой долг выполнила. А сейчас, я сейчас, вы верите, радуюсь тем, что я дожила до такого возраста и не теряю надежды, не теряю силы благодаря Богу. Üstümü silməyə heyim yoxdur Allaha. Ya Allah! Açarçı Abdel, bugüne de Allah aşkına. Şükür ha, sabaha eləsin. Şükür ki ölmədi, çınağım dağıldı. Gel. Böyle işlesin ama başına gelsin. Tamam, bunu geçti. Bir şey istedim, bırak. Sen bak, indi İslam bir yerime ben telefon çalarla dartı alınıyor. Ay balam, babam diyorsun. Oy. Babam. Deyirlər ki, Qıraqda dənizdə neftçilər dünyanın pılını alırlar. Ha, bunlar şah kimi dolar. Ha, bunu gördü də, ha. Belə getməz. Bir mədəmdə zad var, İlhan Qurbağa. Ha, bunların
yediyi o, nə bilim belə 2 dənə piçonla, milkayla, bıçağına, o belə işə əmələ gələr. Ondan bunu canavar kimi basıb çiyətdən çatır. Deyərsən ki, işləyə bilərsən. O işlem şöyle alın. Evden şöyle bir de 2 tane daha azı kanat termin. Şöyle. 2 tane daha azı kanat termin. Hindi əladır. Sovet dövlətində nə vardı? Çörəkdir. O da ki, belə. İndi hər şey var. Nə lazımdır, hamısı da var. O vaxt yox idi. O vaxt kalbasa tapılmırdı. Bir dəfə kalbasa alırdıq, camaat o çötər dururdu. Sovet dövründə belə idi. İndi kalbasaya göz baxan yoxdur. Ad günlər olurdu, yaxşı. Belə şey. Amma indi o qamzı qadağan yox. Belə elə, sən deyəm, abısın gün var, necəri yiyəcəyik. Yatacağıq saat 10'da. Səhər saat 6'dan yarısı durub, şeylə zaf durub, şeylə işə. Mən həyatımda çox qəribəliyim. Mən uzun müddət, haradasa 90-cı ilin may ayından mən hərbi xidmətdə olmuşam. Hərbi xidmətdə. Sonra uzun müddət Qarabağda gedən müharibələrə görə fasiləsiz qalmışam. Düz mən fasiləsiz 96-cı ilin iyul ayına qədər xidmət eləmişəm. 6 il 2 ay. Mən orada nə təhsil ala bilmişəm, nə heç sənət seçə bilmişəm, nə bir şey. Sadəcə ordudan təxris olmuşam. Deyirlər, yaxşı iş. Sadəcə, elə bir vəziyyətdir, insan biraz boş qalanda, ona öyrənir də, tüfeylli kimi. Təqaüd vaxtıma kimi Allah qismət eləsə, ölməsəm, işləyəcəm. Sonra da hökumət verdiyi təqaüd ilə, ya nə bilim. Amma çalışacağım ki, uşaqlarım oxusun, mənim cümlə olmaz. Onun üçün çalışacağım. Bir dənə gələcəkdə ayrı məndə ola bilər ki, dəyişiklik o olsun ki, yəni mən ona bir dənə çalışaram. Ayrı mən çalışmamdan fəhliyəm də. Hamama gidelim, aşağıda hamama. Gel, gel. Давай. Güzel.
Yok hocam, yemek şunu. Ne oldu bozbaş? Kız sabah abide. Şu sağın içeri. Sabah ne bileyim lisede. Türk'ü nereye mi oluyor? Ben çocuk yiyeceğim, donuk olur. Gördüm sen, gel ya. Demek danışırsan bir senden. Tez ol, işim var mı? Bugün inansan üzüleme kalmışsın da. Ben sen çekimi içmişsen de işlere geçmez. Ben de işlere geçmeyeceğim. Ha? Ben de işlere geçmeyeceğim çıkandım. Le passage à l'économie de marché a été un choc pour cet univers stalinien. Extraire un baril coûte ici 35 $ contre moins de 5 dans les pays du Golfe. Mais l'explosion des cours du brut, à partir de 2005, a brusquement changé la donne. Les caisses de l'État se sont remplies de pétrodollars que les autorités ont décidé d'investir en partie dans le site. Ölkə prezidentinin, Azərbaycan Dövlət Neft Şirkətinin prezidentinin sosial proqramlarına neftçilərimizin yaxşı yaşaması üçün elədikləri köməklikdir. Neft gəlirləri artır. O neft gəlirlərini bizim bu nefti çıxardandan da hiss eləməlidirlər. Ona görə onların bu şəraiti maksimum dərəcədə yaxşı olmalıdır ki, bunlar hiss eləsinlər ki, bəli, çıxartdıqları, işlədiklərin əvəzini dövlət onlara verə bilir. Normal işləyirlər, normal da istirahət eləməlidirlər. İşte, kaskağı koy başa. İşte. Neft daşlarında, yaxınlarda neft daşların 2009-cu ildə 60 illiyini qeyd eləyəcəyik. Ona kimi çalışacağıq ki, neft daşları ən gözəl neft qat çıxarma mərkəzlərindən birinə çevrilsin. İncəsənətsiz sahə mən təsəvvür eləmirəm. Bütün sahələr, iş sahələri demək olar ki, bütün istəyir neft olsun, istəyir energetik olsun, hamısında incəsənət mütləq olmalıdır. Seyfəddin, o kollektorun üstünə yazırsan ki, neft kollektoru, o göy turbanın üstünə, neft kollektoru. Olur. Bu neftin istiqamətini göstərir. Neftin hara getmə istiqamətini göstərir. İş bulaq kimidir, qaynayır. O ola bilməz günədən. Turbalar belə əbədi qalmır ki, bunun məsələn müddəti var. Müddəti keçəndən sonra turbalar dəyişilir. Onda yenə mən mütləq gəlmalıyam. Belə. Yox, o mümkün deyil. Yox, o mümkün deyil. Yox.
Нет, это сюда. Не, нормально. Нормально, нет, это. Ага. Давай, подержу. Не надо. На каждом этаже где-то около 15 комнат прибавилось, потому что у нас были раньше общие туалеты, общие умывальники, а теперь в каждой комнате есть свой туалет и свой душ. Так что ребятам не надо бегать раздеты по коридору, чтобы искупаться и потом мокрый бежать в холоде. Очень ждут. Каждый день спрашивают, когда будет заселение. И мы, конечно, говорим, скоро, терпите, немножко осталось. Я не требую пакет? Нет, не трогаю. İşintilərimiz davam edəcək. Sonra orada 9 mərtəbənin altında qadınlar yataqxanası qutaranda, onun altında hardasa bir 400 kvadratlıq yer var. Orada bilyard stolları qoyacaq, tenis stolları qoyacaq. Sonra basen tikəcək Allah qoysa. Üzgüçüyle basen. Əlbəttə ki, bundan sonra da bu davam etdiriləcək. Bundan da gözəl, bundan da qəşəng olacaq. Bu bizim tariximizdir, bu Azərbaycan xalqının tarixidir. Bu ümumiyyətlə bütün dünya neftçilərinin bir tarixidir. Çünki bu analogu olmayan bir yerdir. Analog olmayan bir neft qaz çıxarma idarəsidir. Turistə nə lazımdır? Dəniz var, hava təmiz var, gözəl otellər var. Yəqin süni plyajlar düzələ bilər. Bilirsiniz, əgər 60 ildən qabaq burada heç nə yox idisə, 20 ildən sonra həyatda hər şey ola bilər. Nə arzulayırsınız, misli fikirləşirsinizsə, niyə görə də olmasın. Dans 10 jours, ces ouvriers reviendront pour une nouvelle période de travail en mer. Aucun d'eux n'imagine que cette vie entre terre et mer puisse s'arrêter un jour. Et pourtant, l'avenir de la cité du pétrole s'est déjà assombri. Les cours du brut ont baissé, la rentabilité du site est à nouveau compromise. Alors, que faire? Attendre la remontée des cours, démanteler le site à coût de millions de dollars, le convertir en complexe hôtelier, ou encore l'abandonner au risque de créer un cauchemar écologique majeur. Son avenir reste un mystère. Une seule chose est sûre, les autorités devront bientôt choisir. D'ici 20 ans, tous les puits de pétrole de la cité seront vides.